İnternetdə rast gəldiyim bir videoda aparıcı canlı yayıma qoşulan müsahibinə belə bir maraqlı sual ünvanlayırdı. Allah zamanında Həzrəti Musa və qövmünün Fironun zülmündən xilas etdiyi halda, nə üçün bugün bəzi coğrafiyalarda əziyyət çəkən müsəlmanları xilas etmir? Birincisi, qeyd etmək lazımdır ki, adından asılı olmayaraq səmavi dinlərin hamısı təkallahlıq prinsipinə söykənir və İbrahimin dini kimi qəbul olunur. Yahudilik, Xristianlıq və İslam eyni kökdən bəhrələnir. Bu inanc sistemində insanlara mənsub olduqları millətə görə deyil, əməllərinə görə qiymət verilir. Ona görə də mövzuya bu prizmadan yanaşaraq Həzrəti Məhəmmədin ümmətini aşağılamağa çalışmaq doğru deyil, baxmayaraq ki, sualda bu tendensiya açıqca duyulur. İkincisi, Həzrəti Musadan sonraki tarixi proseslərə diqqət yetirək. Məsələn, 1941-ci ildə Musa Peyğəmbər yox idi və onun qövmü qaz kameralarında yandırıldı. Son minillikdə isə yüzlərlə ölkədən sürgün olundu. Nə qədər acı olsa da, bu faktları səsləndirmək məcburiyyətindəyik. Deməli, ilahi xilas o dövrdə Həzrəti Musanın missiyası ilə bağlı idi. Çünki o, Allahdan aldığı vəhyi insanlığa çatdırmalı idi. Təəssüf ki, sonradan həmin qövm bu ilahi mesajı yaymaq əvəzinə onu özəlləşdirdi, milliləşdirdi və geniş kütlələrə çatdırmadı. Sonra Həzrəti İsa, daha sonra isə Həzrəti Məhəmməd gəldi. Nəticə etibarilə, o zamanki xilas yalnız Həzrəti Musaya görə idi. Ondan sonra baş verən faciələri isə tarix bizə açıq şəkildə göstərir.